O Ramiz Mehdiyev zad məsələsi də dostlar, bir şey de deyim, onlar hamısı oyundur, boş şeylərdir. Güya nə bilim Ramiz Mehdiyevin belə deyək də Ramiz Mehdiyev dövlət çevirmək istəyirmiş, nə bilim nə var imiş. Bunlar da maliyyələşdirilmiş ki, dövlət çevirsin. Bunlar hamısı boş şeylərdir. Boş şeylərdir. Ramiz hamısı bir oyundur, proyektdir. Atıblar ortaya, üzərindən oyun oynayırlar. Bayaq dediyim kimi verilişin başında artıq rejim, Əliyev rejimi neçə illərdir istifadə elədiyi, pul verib satın alıb, öz xeyrinə istifadə elədiyi bu saxta müxalibətin artıq zamanı çatıbdır. Birini tutur, birini həbs eləyir, birini belə ifşa eləyir videosuyla. Artıq bunların zamanı çatıb, bitib bunların bazarı. Yolun da sonudur, bitib da. Çabalayırlar. Başa düşdünüz dostlar? Və rejim də bunları, bayaq dediyim kimi, məcburdur ifşa eləməyə. İfşa eləməsə, başına bıraxsa, pulunu kəsib axı. Pulunu kəsdiyi bu saxta müxalibətin başını bıraxsa, onlar təzədən bunlara qarşı başqa metodlardan istifadə edəcəklər. Bu da Əliyev rejiminə xeyir eləmir. Məcbur qalır ki, bunları ifşa eləsin, gözdən salsın, rüsva eləsin. Ən gözəl metod budur Əliyevlər rejimi üçün. Və bunu da eləyir. Budur məsələ. Ramiz nədir, Mamiz nədir? Bunlar hamısı proyekt atıblar ortaya. Yox, nə bilim, meşoqlarla dollarlar tutdu DTX. Nə bilim, səvətlərdə, belə kisələrdə, kassalarda belə, görmüşsünüz orada, dollarlar var. Nə bilim, DTX girdi, araşdırma apardı, dövlət çevirmək istəyirmiş. Nə bilim, nə var. O dollarlar elə dövlət çevirmək istəyirdi, Ramizdə nə gəzir? Elə Əli Kərimin evindən tapardınız da. Onun evindən geri tapardınız da. Ramizdə nə gəzir? Dövləti çevirmək istəyən Əli Kərimlidir. Onun komandasıdır. Məntiqlə Ramiz Mehdiyev pul ona bırakır. O pul ona getməlidir. Ramizdə niyə qalmalıdır? Ramizin evində niyə olsun ki? Əli Kərimin evindən tapın çıxardın da onu da. Yalan söhbətdir. Hamısı boş şeylərdir. Yox, nə bilim, dövlət çevirmək. Nə dövlət? Dövlət var Azərbaycanda. Nə dövlət? Dövlət var Azərbaycanda. Qanun yox, ədalət yox, haqq yox, insan dəyəri yox, heyvan dəyəri yox, təbiətin dəyəri yox, qanun işləmir. Kardeş ne kanunu? Bu ölkənin prezidenti uğraş, polisi uğraş, memuru uğraş, naziri uğraş. Ne dövlət? Dövlətin olduğu yerde bu kadar ədalatsizlik olar, bu kadar haksızlık olar. Dövlət yoxdur, dövlət işgal olub. Dövlət var ki, Əli Kərimdə, Fuad Qəhrəmanlı, nə bilim, digəri. Bunlar güya dövlət devirsin. Bunlar hamısı boş şeylərdir. Bunlar hamısı oyundur. Ramizin özünü proyekt kimidir. Atıblar ortaya, oynadırlar. Onun üzerinden bunlara zərbə vururlar. Çünkü məcburdur axı. Neynəsin? Birbaşa deyənməz axı, mən sağ pul vermişəm. Deyir Ramiz Mehdiyev. 5-ci kolon sizə pul verib bizi devirmək istəyir, dövləti. Bu oyunlar belə oyunlardır. Necə oynamalıdır ki? Gelib deyənməz ki, promosa pul vermişik. Adama deyirlər, niyə vermişdin ay İlham Əliyev rejimi? Niyə? Doğru mu? Bunu eləyənməzlər məntiqlə. Bunu mütləq bir Ramizin, Məmmədin əlinin və əlinin üzərindən oynamalıdırlar. Və oynayırlar da. Ne qəşəti deyirəm, Ramiz oturub evdə, evindən milyonlarla pul çıxır. Əli Kərim həbs olunur. Dövləti çevirməkdə əsas maraqlı olan, başlıca olan, başında duran adam Ramiz Mehdiyev evdə oturub Əli Kərimi türmədədir. Çox maraqlı deyil bu. Belə araşdırma olmur ki. Və ya da Ramiz Mehdiyevin evindən fikir verirsinizdə milyonlar getdilər, çıxartlar, düzdür mü? Bundan öncə araşdırma aparanməzlər, güya bilmirdilər. Hə? Yəni bundan öncə dövlət çevrilişi adı altında bunu ittiham elədilər. Nədir? Ramiz Mehdiyevi. DTX-da araşdırma apardı falan filan. Güya bilmirdi, onun evində pul var. Hə? Hə, o araşdırmadan sonra dedilər, ittiham elədilər 3-4 ay bundan qabaq. Ondan sonra bu qədər nədir? Milyonlardan pul çıxdı ortaya. Anlamadım mən bunu. Yəni Ramizi ittiham elədi dövlət çevrilişində. Həqiqətən o dövlət çevirmək istəyirmişsə, belə bir məsələdə belə bir oyunda var imişsə Ramiz Mehdiyev, ondan sonra o milyonlar niyə ortaya çıxarsın ki, niyə özünü təhlükə salsın ki, əgər həqiqətən belədirsə. Axı belə bir şey yoxdur, bunlar oyundur. Oyundur, Əliyev rejimi sadəcə dostlar, bunları ifşa eləmək üçün birinin üzərindən oyunu oynamalıdır. Gelib direkt deyə bilməz ki, ay nədir Fuad Qəhrəmanlı, sənə pul vermişik biz. Niyə vermişdin ki, Əliyev rejimi? Adama bunu deyərlərdi, niyə? Nə məsələ idi? Bunlar doğrudan da sən ədalətli dövlətsən, ədalətli hakimiyyətsən, sən Əliyev rejimi və sənin alternativin var. Budur sənin alternativin.
Niye vermiştin ki o pulu ona? Ne için? Yani sen xalqını sevirsən, xalqının təşkilatlanması, güclənməsi üçün. Yani Əliyev rejiminin apardığı siyasetin ne kadar yanlış olduğunu diyen bir gücün var olması için vermiştin o pulu. Fuada, Əli Kərim, ne Əli Kərim, nedir Əliyev rejimi? Elə mi diyecek? Yok. Birinin üzerinin oyunu oynamalıdır. Oynadı da. Mesele budur kardeşler. Ramiz kimdi? Mamiz kimdi? Ne devlet devirmek, ne 17 milyon. Paylaşırlar milyonlar çıktı. Biri der 10 milyon, biri der 17 milyon. Bunlar boş şeylerdi. Boş şeylerdi. Əliyev rejimi bu neçə illərdə pul verib, rezin kimi istifadə elədiyi bu saxta, alçaq, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qərmət Sait Gültəkini, bu fahişədən törəyənlər, bu Cəmil Həsənli, hərəsini müxtəlif yollardan ifşa eləyirlər. Çünki artıq bunların bazarı bağlanıb, gedib artıq. Yoxdur, bunlara inam, güvən itib. Bitib artıq bu şeylər. Özləri də bunu yaxşı bilir, Əliyev rejimi də yaxşı bilir. Bu Fuad Qəhrəmanlı, bu saxtakarlar da hamısı yaxşı bilirlər bunu. Çox gözəl bilirlər. Bunlar səmimidirlərsə, bu qədər bunlarla bağlı kompromat, bu qədər bunlarla bağlı faktlar, sübutlar hardan çıxır? Bu nədir belə? Hardan çıxır? Hava baxsan rejim bunları ifşa eləyir. Hava baxsan ifşa eləyir. Fikir vermişsiniz siz. O belə şey olar ha. Bu qədər bu qarşındakı rəqibə bu qədər şans vermək olar ha. Bu nədir belə? Yani sen doğrusu muhalifetsənsə, doğrusu xalqın muhalifetsənsə, xalqın sözünü deyənsənsə, xalqın xilası üçün çıxmısansa, sen rəqibinə bu qədər necə şans verə bilərsən ki? Necə ola bilər ki bu? Demək ki dostlar, şans deyil. Şans deyil, elə alver eləyiblər, bir yerdə iş görüblər, bir yerdə nədə pul yiyiblər, böyle. Məsələ budur. Bu cümlə baxır ki, bunlar heç bir şey yaramır, başlayırlar bunları ifşa edirlər. Cəmil Həsənlinin qızını aparıb, seks videosunu çəkirlər. Əli Kərimlini nədir? Bu fasonda tuturlar, qoyurlar sərki dövlət çevrilişində. Bu Fuad Qəhrəmanlının videosunu paylaşırlar. Pul aldığı yerdə. Qənimət Saitin səs yazısını paylaşırlar. Bunların komandası olan nə qədər cəbhəçilərin seks videosunu paylaşıblar. Sonra nə bilim, onların bloger komandası olan Qabil Məmmədov və digərlərinin nədir? Bir neçə videoları, onlarla bağlı fakt, sübutlar qoyurlar ortaya. O bu nə tər olur? Bu rejim ancaq sizi ifşa eləyir. Siz nə gündəsiz? Nə gündəsiz siz? Nə bura düşmüsünüz, bədbaxtlar?